Hər il balaca oğlanın valideynləri onu yay tətili üçün nənəsinin evinə aparırdılar və 2 həftədən sonra eyni qatarla evlərinə qayıdırdılar. Bir gün oğlan valideynlərinə deyir: "Artıq böyümüşəm, nə olar bu il nənəgilə tək gedim?" Qısa bir müzakirədən sonra valideynlər uşağın tək getməsinə razılaşırlar. Qatar stansiyasında dayanıb, oğlanla sağollaşarkən ona pəncərədən son bir ipucu, məsləhət verirlər və balaca oğlan təkrar cavab verir: "Bilirəm, bunu mənə çox demisiniz." Qatar yola düşmək üzrə ikən ata oğlunun cibinə bir şey qoyur və sakitcə qulağına pıçıldayır: "Oğlum, birdən özünü pis hiss etsən və ya qorxsan, bu sənin üçündür." Balaca oğlan ilk dəfə valideynləri olmadan tək qatarda oturur. Pəncərədən mənzərələrə baxır. Ətrafında yad adamlar tələsir, səs-küy salır. Kupeye girib çıxır, oğlan artıq çox tək olduğunu hiss edir. Bir nəfər ona hətta kədərli bir baxışlarla baxır. Bundan sonra oğlan özünü daha çox narahat hiss edir. Qorxmağa başlayır. Başını aşağı salır, oturacağın bir küncündə sıxılır, gözlərindən yaş axır. Bu zaman atasının cibinə bir şey qoyduğunu xatırlayır. Titrəyən əli ilə bu kağızı açmağa çalışır. Açır. Ata yazmışdı: "Oğlum, narahat olma, mən növbəti kupedəyəm." Bu hekayənin verdiyi mesaj çox incə, amma çox dərin bir həqiqəti xatırladır. İnsan bəzən özünü tək, qorxmuş və çarəsiz hiss etsə də, əslində heç vaxt tam tək deyil. Biz də zaman-zaman tək yola çıxmış kimi oluruq, problemlər və qorxular içində. Ətrafımızda insanlar olsa belə, daxili tənhalıq hissi bizi sıxa bilər. Məhz bu anda iman və təvəkkül insanın qəlbində gizli bir güc olur. Hətta insanlar səni tənha buraxsa belə, Allah insanı heç vaxt tənha buraxmır. Quranda dəfələrlə vurğulanır ki, Allah bəndələrinə onların özlərindən daha yaxındır. Allaha iman etmiş biri qəlbini sakitləşdirib Allaha yönəltdikdə, sanki o, qatarda tək getmək istəyən uşağın açdığı kağız kimi bir kağızı açır və həqiqəti xatırlayır. Mən tək deyiləm, Allah mənə yetər. İnsan ona güvəndikdə, ən çətin anlarda belə daxili bir arxayınlıq tapır. Təvəkkül isə sadəcə gözləmək deyil. İnsan öz üzərinə düşəni edir, amma nəticəni Allaha buraxır. Bu, həm qəlbi yüngülləşdirir, həm də insanı ümidsizlikdən qoruyur. Çünki bilir ki, hər şey onun iradəsi ilədir və o, bəndəsi üçün ən xeyirlisini bilir. Ona görə də həyatın ömür qatarında tək getdiyimiz anlarında qorxuya qapılmaq yerinə Rəbbimizin bu ayətini xatırlamaq lazımdır. Kədərlənmə, Allah bizimlədir. Bu düşüncə insanı təkcə sakitləşdirmir, həm də ona güc verir. Ayaqda qalmaq, davam etmək və ümidini itirməmək üçün. Çalışın təmkinli olun, təlaşlanmayın, depressiyaya düşməyin. Çünki bu, yalnız fiziki və zehni sağlamlığınıza təsir edəcək. Allaha etibar edin, ona inanın, ona təvəkkül edin və yalnız ona güvənin. Rəbbimiz hər zaman, hər yerdə bizimlədir. Nəinki səyahətimiz boyunca, hətta bütün ömrümüz boyunca.